Mən də bir daha hamını salamlayıram. Bütün bizi izləyən azarkeşlərimiz, bütün millətimizi, xalqımızı bu bayram münasibəti təbrik edirəm. Oyuna gəldikdə nə qədər çətin və danışmaq, belə deyim, olmadığını yəqin ki, başa düşürsünüz. Bugün Azərbaycan çempionu Qarabağa qarşı yaxşı komplektləşmiş komandaya qarşı mübarizə aparırdıq. Çətin olacağını düşünürdük, bilirdik. Şükürlər olsun ki, bugün daha çox qaçdıq, əziyyət çəkdik və istədiyimiz qələbəni qazandıq. Əlbəttə ki, Qarabağ meydançada dominant idi, daha çox topa yiyələnmişdi, oyuncularının keyfiyyətini bilirik. Şükürlər olsun. Uşaqlara hamısına birə-bir təşəkkür edirəm ki, bu mübarizədən qalib kimi çıxdıq. Bir daha bütün azarkeşlərimizi təbrik edirəm qələbə münasibətilə.